Valideynlərin əksəriyyəti etiraz etməyən, hər deyiləni sorğu-sualsız yerinə yetirən uşaqları ilə qürur duyurlar. Lakin psixoloji baxımdan bu davranış həmişə sağlam inkişafın göstəricisi deyil. Uşağın həddən artıq sakit, sözə baxan, öz fikrini ifadə etməkdə çəkingən olması və itaatkarlığı onun daxili təhlükəsizlik hissindən deyil, sevilməmək, rədd edilmək, cəzalandırmaq qorxusundan qaynaqlana bilir. Belə uşaqlar valideynlərin sevgisini itirməmək üçün öz ehtiyaclarını, istəklərini və etirazlarını gizlətməyi öyrənirlər və zaman keçdikcə bu davranış artıq onların şəxsiyyətinə çevrilə bilir. Öz sərhədlərini qoruya bilməyən, yox deməyə çətinlik çəkən uşaqlar gələcəkdə manipulyasiyalara daha açıq olur, qərar verməkdə çətinlik yaşayırlar. Nəticədə ehtiyaclarını ifadə etmək, sağlam münasibətlər qurmaq və müstəqil qərarlar qəbul etmək onlar üçün çətinləşir. Unutmayaq ki, uşaqların öz fikirlərini ifadə etməsi, hisslərini bölüşməsi və lazımı gəldikdə etiraz edə bilməsi onların psixoloji sağlamlığının vacib göstəricilərindəndir.